Bir qadın dayanmadan qışqırır. Ətrafdakılar onu sakitləşdirməyə çalışsalar da buna nail ola bilmirlər. Hətta restoranda olan digər şəxslər də qadını çölə çıxararaq uzaqlaşdırmağa çalışırlar. Lakin dava səngimir. Görüntülər gecə saat 4-5 radələrində Nərimanov rayonunda yerləşən Buxur restoranında lentə alınıb. Bura Nərimanov rayonu İzzəddin Həsənoğlu küçəsidir və bu küçə boyunca binaların altında bir çox iaşə obyektləri var və bu iaşə obyektlərindən biri Buxur restoranı haqqında bina sakinləri şikayətçidirlər. Buna səbəb isə restoranın gecə saatlarına qədər səs-küylü işləməsidir. Sakinlər deyirlər ki, restoranda tez-tez səs-küylü hadisələr yaşanır və ötən gün baş verən insident də ilk belə hadisə deyil. Oradan o qızları yığışdırmaq lazımdır, qıçıların üstünə qoyur. Bax, onları yığışdırmaq lazımdır. Yata bilmirsən, körpə uşaq olanlar var, yaşlılar var, xəstələr var. Dava qırğın olmamalıdır. Onun nəzarəti restoran aparmalıdır. Sakinlərin sözlərinə görə restoran 24 saatlıq rejimdə fəaliyyət göstərir. Gecə saatlarında obyektin fəaliyyət göstərməsi ətrafda yaşayan insanların rahatlığını pozur. Saat olmalıdır. Hardasa 11-ə qədər olsun. Ondan sonra mən razı deyiləm restoranlar işləsin. Millətə mədəniyyəti təbliğ eləmək lazımdır. Harda olursan ol, özü düz apar. Baş verən hadisənin, eləcə də ətrafı narahat edən səs-küyün səbəbini öyrənmək üçün restorana üz tutduq. Müştərinin vizual olaraq biz daxilində olan prosesləri bilə bilmərik. Ola bilər bəzi müştərilər əsəbi şəkildə gəlir, bəzi müştərilər xoş şəkildə gəlir. Biz onu sadəcə bizim vəzifəmiz xoş şəkildə qarşılayıb onu məmnun şəkildə yola salmaqdır. Müştərinin bizim fəaliyyətimizdən heç bir şikayəti olmur. Şikayət səs-küy ilə bağlıdır, razıyam sizinlə. Bəli, səs-küy olmağı xoş bir hal deyil. Həmin dəqiqə biz avtomatik olaraq polisə müraciət elədik ki, restoranda səs-küy yaradırlar. Onları xaric eləsinlər. Bizim xaric eləməyimiz onları biraz düzgün çıxmır və daha da söhbəti böyüdür orada. İnzibatçının sözlərinə görə restoranda spirtli içki satılmır. Bundan əlavə, müştərilərin kənardan spirtli içki gətirməsi də qadağandır. Ruzana Kərimli, Ramal Abdullayev, Əli Ələkbərov, Xəzər xəbər.